Şagirdlər, gəlin belə bir dim sualına baxaq. Həndəsi silsiləyə aiddir. Bizə B3 ilə B12-nin hasilini verib və B7, B8-in hasilini verib, B6 ilə B9-un hasilini istəyir. Biz həndəsi silsilədə xassəyə görə bilirdik ki, M üstəgəl N bərabərdir K üstəgəl L olarsa, onda BM vurulsun BN bərabərdir BK vurulsun BL olar. Yəni bu indekslərin cəmi bərabərdirsə, onların hasilləri də bərabərdir. Diqqət etsək, baxın 3 ilə 12-nin cəmi nədir? 3 üstəgəl 12 bərabərdir. 7 ilə 8-in cəminə bərabərdir. 8 üstəgəl 7, yəni 15-ə bərabərdir bunlar. Deməli, bunların sağ tərəfləri də bərabər olacaq. Buna əsasən yaza bilərik. X kvadratı üstəgəl 8x bərabərdir 9x üstəgəl 12. Və sağ tərəfdəki ifadələrin hamısını sol tərəfə keçirək. X kvadratı çıxılsın x, çıxılsın 12 bərabərdir 0. Mən birbaşa hesabladım. Burada da vuruqlarına ayırsaq, x minus 4, x plus 3 bərabərdir 0. x1 bərabərdir 4, x2 bərabərdir mənfi 3. Bu tənliyin kökünü müsbət 4 götürəcəyik. Çünki bizə şərt verib ki, x 0-dan böyükdür. Deməli, x-imiz 0-dan böyükdür, yəni 4 olacaq. Və bizdən B6 ilə B9-un cəmi istəyir. Baxın, diqqət etsək, 6 ilə 9-un cəmi də 15-dir. Buna əsasən yaza bilərik buradan elə. B6 üstəgəl 9. Yəni, bunda yaza bilərik. B6 vurulsun B9 bərabərdir B13 vur B12-yə. O da bərabərdir B7 vurulsun B8. İndi biz bu hasili veriləni biz tapmaq üçün gətirib hər hansı, istəsək x-in qiymətini burada yerinə qoyaq, istəsək ikinci hasildə qoyaq. Gəlin 12 hasilini yerinə qoyaq. Deməli, 9 vurulsun 4 üstə gəlinsin 12. Bərabərdir 9-u 4-ə vursaq 36 plus 12 bərabərdir 48. Biz burada da yerinə qoysaydıq eyni qiyməti alardıq. Cavab 48 olur.